A, B, C, D, E, F nöqtələri bir düz xətt üzərindədir. Bu nöqtədən təsadüfən seçilən iki nöqtədən yalnız birinin çevrəyə aid olması. Bax, yenə çevrəyə aid olan nöqtəni seçəməmişəm. Neçə dənə çevrəyə aid nöqtə var? 2 dənə. C və D nöqtəsi çevrəyə aid. Seçdiyimiz nöqtələrdən ikisini seçirik. Cəmi neçə nöqtə var? 3'ü burada, 3'ü də burada, 6 nöqtə var. P bərabərdir. Bütün hallar kombinizon 6'dan 2. Amma bunlardan deyir sadəcə biri. Yalnız biri çevrəyə aid olsun. Yəni 2 dənə nöqtəmiz var çevrəyə aid olan. Onlardan birini seçirik. Deyirik ki, kombinizon 2-dən 1 və digər nöqtəmiz çevrəyə aid olmayan nöqtələrdən olsun. Yəni o 4 dənədən də biri. Fərqi yoxdur ki, nə olur olsun. Bir düz xətt üzərindədir, düzdür? 2 dənə nöqtə seçməliyik. Deyir ki, sadəcə bir dənəsi çevrəyə aid olsun. Yerdə qalan hara olur olsun. Yerdə qalan maraqlandırmır. Çevrə daxilindədir, çevrə xaricindədir, düz xətt düzən. Yetər ki, çevrəyə aid olmasın. Harda yerləşməsi bizi maraqlandırmır. Bu da bərabərdir. 2 vurulsun 4. 2'dən 1 2'dir, 4'ten 1 4'tür. 6 faktorial, 2 faktorial vurulsun 4 faktorial bərabərdir. 2 vurulsun 4 ixtisar olar deyə saxladım. 6, 5, 4 faktorial da buradadır. İxtisar gedəcək. 2 ilə 6'nı ixtisarladık 3. Vəssalam, 8 bölünsün 15 olmuş olur. 15'də 8.